Salam, hər vaxtınız xeyirli olsun, əziz traderlər. Bugün yanvar ayının 4-üdür, 2026-cı ildir və yeni il üçün yeni video başladıq çəkməyə. Başlamaq istəyirəm bu həftə metal alətlərdən qızıl və gümüş haqqında danışacağam. Ümumi istiqaməti göstərəcəm sizə və öz ticarətinizdə tətbiq edə bilərsiniz. Həmçinin bu video sizə faydalı olsa, öz ticarət edən traderlərinizlə də paylaşa bilərsiniz tanışlarla. Bu günləri bazar gündür. Dünənləri təbii ki, bütün dünyaya məlum olduğu kimi Amerika Venezuelaya hücum elədi və Maduranı götürüb apardılar Amerikaya. Bu da təbii ki, düşünürəm ki, bazarda təsirsiz ötüşməyəcək. Amma Amerika prezidenti Trump artıq oktyabr ayından bu barədə hazırlıq görürdü və çıxışlarında da həmçində bu barədə danışırdı. Yəni bu Maduro'ya deyirdi ki, bu narko ticarəti dayandırsın və Venezueladan ixrac olunan narkotiklər Amerikada çox küllü miqdarda satıldığı üçün dəfələrlə Maduranı belə deyək, xəbərdarlıq eləmişdi. Təbii ki, o da ona qulaq asmadı və dünənlərdə hücum başlanıldı. Və böyük neft yataqlarının sektorunu nəzarətə götürdüyünü bildirib. Təbii ki, bu da neftin möhkəmlənməsini gözləyirik lokal olaraq. Yəni qeyblə açılacaq təbii ki, çox böyük ehtimalla. Qızıl da həmçində belə bir ehtiyat valyuta olduğu üçün, hamı təhlükəsiz valyuta olduğu üçün hamı qızıla qaçdığına, qızıl da buna təsirsiz ötüşməyəcək və artıma istiqamətə gedəcək və tarixi maksimumlar təbii ki, yenə də yenilənəcək. Amma lokal olaraq hal-hazırdakı vəziyyətdə qızıl ümumi olaraq hal-hazırda gördüyünüz kimi korreksiyadır. Ümumi həcmlərimizin içərisində ticarət olunur və artıq böyük alış həcmləri artıq qırıb keçmiş yuxarı və ümumiyyətlə depok da bizdə artıq yavaş-yavaş yuxarılara istiqamətlənib. Yəni qiymətin aşağı düşməsini sığortalayır. Burada yığılan ümumi buradakı həcmlər göstərir ki, harda ümumi kütlənin pul məbləği toparlaşıb fütureslərin üzərində. Opsiyon üzrə isə opsiyon üzrə gözü küllü miqdarda əlavələr olunub yuxarılarda kontraktlar, yeni kontraktlar əlavə olunub. Üstəlik burada ticarət olmuş həcmlər də var. O növbəti gün biz görə biləcəyik, bura əlavə olunub yoxsa buradan çıxılıb. Amma küllü miqdarda böyük olduqları üçün, yəni institusionallar, market makerlər qiymətin yuxarı getməsi üçün daha da belə deyim, dəstəkləyəcəklər və o gözlənti daha da yuxarılaradır. Həm fütureslərin üzərində, həmçində opsiyon üzrə bizdə artım daha da prioritet olaraq qalır. Ümumi gördüyünüz kimi profil, bu artımın ümumi profil həcmi də bizdə burada toparlanıb. Amma düşünürəm ki, bizə bilsinə çatmır. Bir dənə belə deyim, likvidlik toparlamaq çatmır. Yəni bütün likvidləri, stop lossları, həcmləri, əməliyyatları, limitləri, hər bir şey toparlayıb və ondan sonra artıma başlanması daha da əlverişli. Artım yəni olması %90% olacaq. Amma o necə olacaq? Əsas məsələ odur. İndilərdə bay vermək biraz təhlükəlidir. Kimdə təbii ki, bu riskləri gözləyə bilirsə, bay verib uzun müddəti 1 ay, 2 aya təbii ki, artacaq. Amma mən düşünürəm ki, yenə də vurğulamasına likvidlik toparlamaq lazımdır. Bizdə növbəti həftə düşünürəm ki, aşağılara 41.80-lərə qədər, 4180-də daha doğrusu eniş edib. Burada həmçində max pain'imiz də var və burada əlavə olunmuş həcmlərimiz də var. Ümumiyyətlə, baxın, həcmlərə baxsaq, kumulativ delta heç hal-hazırda burada alıcı-satıcı mübarizəsi gedir. Yəni burada sıfırdan çox elə böyük nədir, aşağı deyil. Ümumiyyətlə bizə görürsünüz artım və yaxud da ki eniş böyük bir
həcmlərə müşahidə olunmur. Sadəcə bu şamın üzərində olmuşdu. Bu da satıcıların qüvvəsini göstərirdi. Burada isə qiymət gəldi alıcı limitinə dəyib. Ola bilər ki, bu alıcılar burada bu qiymətin işini dəstəkləyib və artıma yönəldə bilərlər. Amma yenə də vurğulamaq istəyirəm, hal-hazırda nəsə bir çatmır. Artım üçün daha da yaxşı olar ki, adəm belə birbaşa artım çox nadir hallarda edirlər. Yəni belə bir eniş elib 4180-lara və ondan sonra da biz qiymətin daha da yuxarılara maksimum yenilənməsini, yəni 4080-lara qədər gözləyə bilərik. Yəni birbaşa belə bir artımın indiki, yəni sabah bazar açılacaq, yəni çox böyük ehtimalla qreplə açılacaq. Yəni birbaşa belə artım gözlənilməsini hal-hazırda biraz demirəm olmaya bilər. Bazarda hər bir şey mümkündür. Sadəcə olaraq mən belə bir ssenari daha da uyğun görürəm. İniş eləyib və ondan sonra 4180-lardan biz gedirik artıma. Fibonacci Elliott dalğası da bizdə göstərir ki, birinci, ikinci dalğamız var. Üçüncü dalğa birinci dalğanı yeniləyib və dördüncü dalğa üç bucaqla müşahidə olunur. Görürsünüz, burada üç bucaqlar artım üç bucaqlar. Yəni üç bucaqlar ümumiyyətlə trend üzrə ticarət olunur. Yəni korreksiyada heç vaxt ticarət olunur. Görürsünüz, buradakı hər bir üç bucaq trendə uyğun olub. Yəni 1, 2, 3, 4 dənə üç bucağımız var. Hamısı trendə uyğun qırılıb yuxarılara. Dördüncü dalğa və beşinci dalğa. Beşinci dalğadan sonra Elliott deyir ki, ABC korreksiya başlanılır. Burada olan şey bu A korreksiyadır. Bu B və C ucu görülüb. Amma belə bir şey də var. Elliott deyir ki, C dalğa dördüncü dalğanın minimumunu yeniləyir. Elə olsa onda olacaq bu A dalğa, bu B dalğa. Burada olacaq C dalğamız bura qədər eniş eləyə bilər. O da ki, Fibonacci'nin 38'lərə qədər o da eləyir 4140. 4180 təxminən opsiyonlar, futureslər göstərir. 4140 bu diapazon yadınızda saxlayın. Belə bir bu diapazon bizdə artım üçün böyük bir potensial var. Keçmək istəyir gümüşə. Gümüş də həmçində bizdə analizdə dərc eləmişdim. Videoya çəkməmişdim. Analizdə dərc eləmişdim qrupda. Gümüş 80'lardan uzağı 82'lərdən inişə başlanılacaq. O təbii ki də o da oldu. Yəni biz normal korreksiya elədik. Yəni bu korreksiyadır. Bu hal-hazırda yəni nə trenddir, nə ümumi enişdir. Bu hal-hazırda korreksiya forması daşıyır. Qızıldan fərqli olaraq gümüş gözünüz yuxarılarda çox elə həcm yüklənilməyib. Sadəcə olaraq müəyyən bir düzdür, böyükdür. Görürsünüz 7500-6800, amma buralarda çox azdır put üzrə. Kol üzrə çox böyükdür. O da nəyi vurğulayır? Burada da marağın böyük olduğu əks etdirir və artım daha da yuxarılara və maksimumları yenilənməyə çox böyük ehtimalla biz gedəcəyik. Amma burada isə delta mənfiyə keçir. Bu da ki, təbii ki, buy limitlərlə müşahidə oluna bilər. Yəni qiymət bid üzrə ticarət olunur. Bid üzrə, ask üzrə fərqliyi belə deyim, bəlkə sizi o çaşdıracaq. Ask üzrə əməliyyat buy üzrə keçirilir. Həmçinin sell limitlər olur. Bid üzrə isə əməliyyatlar sell üzrə gedir, həmçinin buy limit kimi çıxış edir. Yəni o necə orada əmələ gəlir, onu CME-də, futureslərdə o elə ticarət olur. Yəni bir-birinə dəymiş əməliyyatlar olur. Əməliyyat bir-birinə dəyib artıma gedə bilər və yaxud da ki, enişə gedə bilər. Yəni birinci olaraq həmişə bazar üzrə əməliyyatlar açılır və yaxud da bağlanır, sonra limitlər açılır. Belə olur. Onun tam dərinliyini bilmək istəyirsə, onu təbii ki, mən dərsdə, təlimdə öyrənə bilərsiniz. Ümumiyyətlə, təlimdə keçirilir bu sistem haqqında, həmçində qapalı qrupun da var, VIP kanal var. Orada siqnallar paylaşılır. Əgər sizdə Forex-də
normal pul qazanmaq istəyirsinizsə, bu barədə mənə yaza bilərsiniz və şərtləri sizə izah edərəm. Həmçində burada da düşünürəm ki, bizdə futureslərdə straxovka olunub. Depok üzrə ümumiyyətlə burada bizdə ən böyük yığılmış həcmlərdir. Burada da var. Amma ən ümumi küllü belə deyim, aşağı qoyulması, enişin straxovkası burada yerləşir. Mən düşünürəm ki, bizdə profil həcmimiz də bu ümumi artım başlanılan nöqtəsi də əsas profil həcmi təsadüf edir bizə 64-lərə, amma ikinci dərəcəli isə gəlir 72-lərə düşür. Amma onun altında bağlanıb. Ona görə düşünürəm ki, bizim eniş üçün, artım üçün hal-hazırda yenə də lazımdır likvidlik toparlayıb, yəni bu zona 60-75 və 60-lar, bəli, 60-lar bu zona bizim üçün, yəni gözü yumulu belə deyim, bay üçün getmək üçün ən əlverişli, ən yaxşı pul orada yerləşir. Orada alır və çox əla bir məbləğ qazanmaq olar. Təbii ki, bildiyiniz kimi qızılla neft, qızılla gümüş pul apardığı qədər pul qazandıran da bir alətdir. Ona görə əsas giriş nöqtələrini düzgün təyin eləmək. Belə əziz traderlər, bu günlük bu qədər. Çox uzatmaq istəmirəm videonu. Çünki uzandıqca adam yorulur, baxmaq istəmir. Kim video qədər izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşmək üzrə. Sağ olun, salamat qalın. Ticarətinizdə uğurlar arzu edirəm.